Dostlar, bir tane fake page açmışam. Getmişim evin sərpərəstini like eləmişim. Adımı da koymuşam Süheyla. He. Bir tane de güzel əşiz koymuşam zavanda. Mesela 26-27 yaşında bir tane güzel zavan əşizim koymuşam. Getmişim bunu like eləmişim evin sərpərəstini. Deyirəm selam. Deyilik ki mesela. Süheyla xanım, seninle görüşebildik dedim. Ben niye görüşemirik? Ne zaman cəm görüşüyən dedim. Hələ bir selamın cevabını ver. Ah, selamın cevabı ağır olur. Evvel görüştü. Şumara hesap ver bileme. 3 milyon vurup hele hesaba. Selamı. Ki hele bu idamedar olsa bir selam 3 milyonla. Ki bu bakın ki bu idamedar olsa ne kadar pullar gidecek. Dostlar bak. Dişim düşüp 2 həftədə poz koyamıram. 2 həftədə yalvarıram. Aparmır dişimi düzeldi. Kapağı düşüp koyuyor. Bir tane selama 3 milyon pul vurur. Bakın görün bu kişiler ne kadar şerefsizdirler. Hı? Ne kadar? Ben de feylen söylen akşında hele muntazırım yiyem, dişmişime kaş koyam. Hele Süheyla idaması var. Süheylen akşında biz de başlayıq bir güşədə görək neyinirik da. Süheyla xanım İHA-7 məmləkətdə. Görün nə qədər Süheylalar var. Mənim nəqşimdə nə qədər Süheylalar işə düşüblər. Bu yollarla pul kazanırlar. Şimdi mən Süheyla istəyirəm bu nəqşinlə, evin sərpərəsti ilə pul kazanır. Bəli. Biz oturmuşuq evdə yoxsulluq, yer almasızlıq, soğansızlıq. Bəqoğlu dedi, evimizi təmin edirik, neçə ildir dədəmiz yanıb, köməklik eləyən yox, biləmizə, pul verən yox. İndi Süheyla xanım bir dənə səlamla deyir. İnşallah ki Süheyla xanımın işi rast gələ, idamədar olar, göz başına xəş qoya, pırpaltar olar, zindəcanlıqda. Bizə də pişrəft eləyə bu Süheyla xanımla. Bu evin sərpərəstini qəşək, kəsə çapa, pox yedi də bir də ayrı Süheyla xanımlara pişnahadı gəl görüm, pul xəşləmək verməyir. Yazın ki siz de bu işler görürsünüz ya yok. Ya ben evvelin nəfərəm. Bəli. Da neyniyim? Nəcür eləyim? Gördüm heç yolu yoxdur. Hər yolu ilə girirəm cəngidi. Dedim elə bu yol amma da